Tərəfi 5 sm olan kvadrat tərəflərindən birinin ətrafında fırlanıb. Tutaq ki, bu tərəflərində, bu tərəfin ətrafında fırlansa, fırlandı. Bir dənə də burada kvadrat əmələ gələcək. Fırlanır. Buradan elə bir fırladırsan, silindr əmələ gəlir kvadratın. Bir kvadratın fırlanmasından, bu kvadratın fırlanmasından silindr əmələ gəlir. Deməli, tərəf 5-dir. Radius da 5 olur. Və hündürlük də 5 olur silindirdə. Bizdən yan səthinin sahəsini istəyir. S-yan nəyə bərabərdir? 2πr vur h. 2pi vur r də 5-dir. H da 5-dir. Düzbucaqlı da tərəf ətrafında fırlananda silindir yaranır. Yaxşı. 2pi vur 5. H da 5-dir. Fikir verin, h da 5-dir hündürlük. 25-i 2pi'yə vuranda 50pi. 50pi variantlarda var, belə A variantı.